O və də Göyçəli Aşıq Ələsgər Məhəmməd Peyğəmbərin göylər aləminə mehrac etdiyi Allah Teala Peyğəmbəri göylər aləminə dəvət elədi. Cənab Cəbrail vasitəsilə mehrac etdi. Aşıq Ələsgər bu kəlamları eşidib, bu hadisəni eşidib, Ələsgər Peyğəmbəri görməyib, amma eşitdiklərinə qarşı, orada olan hadisələrə qarşı Ələsgər Mehraçnaməni yazıb. Bu dövrdə sual verildi. Dədə Ələsgər Mehraçnaməni o vaxtı deyib. Bəs bu dövrdə kim deyəcək? Vallahi elə deməkdə, utanıram deməyə, hərə bir yana şəkildə dağıldı. Amma Mehraçnaməni bu dövrdə mən dedim. Allahla Peyğəmbərin Sidrətül Müntəhada göylər aləmində kəlamlaşdığın, orada olan hadisənin qalanında mən dedim. Mehraçnaməni belə bir şeir yazıram ki, Mehraç dəvətini aldı Peyğəmbər. Həzrət Cəbraillə samaya qalxdı. Durdu tamaşaya huri mələklər, dedilər Allahın Rəsulu haqdır. Peyğəmbər orada dedi, Bismillah, əşhədə ənə la ilahə illallah. Göylər aləminə tapşırdı Allah, dedi ki, bu qonaq əziz qonaqdır. Peyğəmbərdən neçə sual soruldu, yerdən göyə nərdivanlar quruldu. Həmin gün xaki sular duruldu, nə yağış yağmadı, nə şimşək çaxdı. Belində Peyğəmbər bırak dayandı, göyün üç qatında qanadı yandı. Haqdan səda gəldi, bir imtihandı, qorxma xatabala səndən uzaqdır. Sidq ilə çağırdı ulu Allahı, Məhəmməd Müstəfa mindi rəfrafı, Həzrət-i Cəbrail göstərdi rahı, göz açdı Peyğəmbər hər yana baxdı. Hasil oldu ürəyinin murazı, cənnət-i əlada qıldı namazı, eşidildi o mübarək avazı, dedilər behişdə Rəsul çıraqdır. Xaliqin Rəsulu dəvət etməyi, Sidrətül Müntəhaya getməyi, şirbin içlə orada taam etməyi, neçə müşrikləri yandırdı, yaxdı. Kim tanımır Şah-ı Mərdan əlini? Pərdə icabətdən gördü əlini, Rəsul verdi ona alma dilimi, dedi götür Xaliq sənə dayaqdır. Rəbbimə salamı verdi Peyğəmbər, ərşəlada nələr gördü Peyğəmbər, Allahla kəlamı işirdi Peyğəmbər, elə bilmə kimsə gözdən raxdı. Qadir Mövlam 3000 kəlmə danışdı, nə buyurdu Rəsul onunla barışdı, yerin göyün neçə sirrini açdı, yaz Məhəmməd sənin qəlbin varaqdı. Nizamlandı yerin göyün ləngəri, qayıtdı Mehraçdan aləm sərbəri, əhli Urfan Dillə Abbas dərgəri bu sosaqdan mənə açılan baxdı. Bəli, mənim də qismətimə belə düşübmüş. Qurban olum Allahın o böyük adına. Allah Teala yol verdi, Allah Teala mənə imkan verdi. Mehraçnaməni bu dövrdə mən dedim. Aləm bilir sən layiqsən böyük adaya əli. Bizi dardan qurtarmağa göndər İmam Hüseyni, sidq dillə çağırıram yetişdi adaya əli. Cəbrailin şapərisi yandı haqqın közünə, ustad oldun Cəbrailə qalxdı ərşin üzünə. Sən ki haqqın öz şiirisən, sənə kimin sözünə, o yolunda bu ömrümü verirəm badaya əli. Bir lələm quyusunda tapdın cinni cəfəri, hamısı gəldi huzuruna qalmadı bir nəfəri. Sərkərdən malı kəjdərdir bu dilimin əzbəri. Hər kim sənə gəz baxsa yandı o da ya əli. Haqqın yolun saxlamağı hər bir kəsə söylədin. O Xeybərin qalasını yerlə yeksan eylədin. Əntər kimi pəhləvanı bu dünyada nə eynədin? Adın fəxrlə söylənir bu dünyada ya əli. Hər bir zaman agah oldun ilahinin sirindən. Hər bir zaman agah oldun ilahinin sirindən, çoxlarını azad etdin, çoxlarını şərindən, zərgər deyir şairənə dağ oynadı yerindən, baş əyrəm sənin kimi pir ustada ya əli. Atı düldül, qulu qəmbər, zülfüqarı düysərli, Ağaməli sucayətdə birdir bir, dar daməndə məzlumların sahibi Ağaməli mərhəmətdə birdir bir. Xidmət etdi Allaha Peyğəmbərə, qılıç çaldı məlhəb ilə əntərə, ata oldu məzlumlara, müştərə, Ağaməli sədaqətdə birdir bir. Biqələmə haqq veribdi hünəri, İmam Hüseyin bu dilimin əzbəri, nicat tapdım, cəm eylədim dəftəri, Ağaməli ibadətdə birdir bir. Zərgər haqq yaradıb səni xiridar,
Əl tutmaq əlidən qalıb yadigar. Aca çörək verdi, çılpağa paltar, ağam Əli. Səxavətdə birdir bir.